Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla beyin mühendisliyine karşı Türkçe eski kitaplar programının 478. bölümün başlığı hayırlı olsun. Ben bir iki dakika önce bir 5 kitabı açtım. Gedək görək ki, bu 5 kitaptan hangisi bu günləri oxuyacaq. Fikirlərim bunların bəzisini öncədən oxumuşam, ona görə baxacağam. Əvvəl bu başdan baxaq görək ki, kitabın bunu bəlkə bir geçən günlər açmışdıq, ona görə belə görünür. Tamam, doğrudur. Görək ki, bu günləri Avqust ayının 25-idir və biz bir əski əlyazma türkçə kitabla tanış olmağa çalışacağıq. Görək ki, çalışacağıq. Görək ki, bunlar bugün hangi kitablar olacaqdır. Mən 4 kitab açmışdım. Bir baxaq görək ki, bunların hangisi bizim dediyimiz şeylərə gələcək. 1 əlyazma olsun, 2 əski olsun, 250 ildən, yəni çox ömrü olsun, 250 ildən az olsa oxumuruq və türkçə olsun. Bir əlyazma, türkçə və 250 ildən çox. Bunun üzü ilə davam edirik. Görək ki, bu kitab hangisidir. Bu kitabın başında yazıblar mənzumə, fəqət şeir. Amma 1263 yazıblar. Əgər bunu nəzərdə alsaq ki, əlbəttə mən nəzərdə almayacağam. Kitabın tarixinə baxaq. İndi 1448-ci ildir. Əgər bundan çıxsaq 1263 bu kitab buradan 185 il öncə yazılıbdır. Biz gərək bunu oxumayaq, hətta əgər türkcə olsa, əlyazma da olsa. Amma mən çalışacağam ki, bir yol tapım. Görək ki, bu nədir? Əvvələn bu Süleymaniyyə kitabxanasında saxlanılır və Dəmirbaş nömrəsi 4443-dür. Kitabın cildi ehtimalən cildinin için biz görürük. Kartondan ya müqəvvadandır və qırmızı rəngdir. Kitabın için görürük. Burada əksi yarımçılıq salıblar səfhəni. Səfhəni görürük ki, kitabın içi biraz su gəlmiş olubdur ya nə görsənir, biraz Şirazə tərəfindən cırıq. Amma kağız gözəl görsənir. İkinci vərağa, yəni kitabın yazılı vərağına gələndə görürük ki, bura çox su gəlibdir. Kitab ehtimalən cırılıbdır bir neçə yerdən. Onu tikmağa daşdan başlayıblar Şirazə tərəfindən. Və o kağız ki biz görmüşdük, o ehtimalən taza kağızdır. Yapışdırıblar kitaba, ta bu kitab daha xarab olmasın. Kitabın baş tərəfindən cırılıbdır və bir ayrı kağızla yapışdırıblar. Ehtimalən bunun bir neçə səhifəsi əvvəldən düşübdür. Çünki biz burada şeirin başlanan xəttin görmürük. Bəlkə ortadan bir şeir görürük. Bu da göstərir ki, bu kitab öncələr cırılıbdır bir neçə səfhəsi, ən azından bir neçə vəraq, ən azından bir vəraq heç olmasa 2 səhifəlik. Normalda 3 vəraq olmalıdır. Çünki normalda birinci səfhənin əvvəl ikinci tərəfində, yəni B tərəfində yazıya kitabın adı və o cür bir şeylər yazılır. Sonra geçir ikinci vərağa. Biz bu ikinci vərağı heç ən azından bunu görürük. Amma ola bilər çox olsun. Kitabın bir də aşağısından eşik tərəfi görürük, cırılıb yeni kağızla yapışdırıblar. Bu birisi səhifəyə keçəndə, yəni birinci vərağın B tərəfinə baxanda görürük ki, çox gözəl bir xətt ilə kitab yazılıbdır. Ortadan Şirazədən cırılıbdır, onu yapışdırıblar kağızla, onu görürük. Kitabın burasına su gəlibdir aşağıdan ikinci vərağın A tərəfinə. Xəttin gözəlliyini görürük. Çox gözəl bir xətti vardı. Türkçə dilin təşxis verdik. Türkçədir dili. Bu da çox önəmli konulardan biri də bunun türkçəsi olmasıdır. Təəssüflə bunun əvvəli olmadığını biz çox şeyi mümkün deyil bilmiyək. Bəli, burada Həzrət Peyğəmbərin haqqında bir şeylər yazıbdır. Kitab Zehni adında bir şəxsin divanıdır. Ya mənzuməsidir, ehtimalən. Ki, qırmızı rəngindən görürük, burada yazıblar. Zehni Kəbi-i Mükərrəmə göründükdə nəzm şüd.
Yenə də burada qırmızı xətt ilə yazıblar. Burada deməliyəm ki, kitab çox gözəl bir xətt ilə türkcə yazılıbdır. Zehni birinci vərəqdən biz görürük zehni kəlməsin adda və qırmızı yazılıb bəlli olsun ki, bu şairin adıdır. Ərz edeyim xidmətinizə, bəzən islah eləyiblər. İslah eləyəndə ya səsləri qırmızı ilə islah eləyiblər ki, bəlli olsun bunlar sonra islah olubdur. Bəzən şeirlərin bir yerində nöqtə qoyublar. Ehtimalən cümlənin sonu deməkdir orada, anlamın sonu deməkdir orada. Bəzi yerdə şeirlərin birinci şeir qutarır, ikinci şeirə keçəndə fasilə qoyublar və ora bir qırmızı xətt ilə o şeirə başlıq yazıblar, farsça yazıblar. Öncələr də demişik ki, bu farsça yazmağın anlamı budur ki, bu şeir, bu nüsxədir, bu kitab yazı nüsxəndə yazmasıdır. Əsli şairin yazdığı kağızlar ya dəftər deyil, ya kitab deyil. Onun üçün də ayırmaq üçün ki, bunları şair yazıbdır, bunları nəssah yazıbdır. Həm qırmızı yazır, həm də fars yazır. Eyni halda yaxçılığı budur ki, adları da görürük ki, yenə qırmızı yazır. Təqribən hər şeirdə, hətta Həzrət Peyğəmbərin nəətində belə görürük ki, öz adını gətiribdir, yazıbdır. Kəbə-i Mükərrəmənin nəətində, yenə də Həzrət Rəsulun nəətində öz adını gətiribdir. Bunu da görürük. Əcəba burada bir şey görürük, bu Həzrət Rəsulun adı olacaqdır, yoxsa bir ayrı adamın adıdır, onu gərək qeydib oxuyaq. Mən istəyirəm görüm ki, əcəba burada, aha, cəlibdir ki, kitabın, indi burada səhifələrində biz şeyi görürük, təqibə kəlməsini görürük, yəni ikinci vərağın A tərəfi yox, B tərəfində aşağıda, o birisi vəraq hangi kəlmə ilə başlayacaq, onu görürük ki, şeir olan yerlərdə yazılıbdır. Amma əlimizdə olan vəraqlardan bir vəraq, iki vəraq, üç vəraq, dördüncü vərağın aşağısında bir Bəhr-i Təvil deyə bir şeir yazılıb ki, mənə belə gəlir ki, düz yazı kimidir, amma düz yazı deyil. Bu düzdür ki, hər sətridə bir beytidir, amma Bəhr-i Təvildə çox ağır bir şeirdir, onu yazıbdır. Yenə də Həzrət Rəsul təxmis qəzəl Səlami, Səlami adında bir adamın qəzəlini təxmis eləyibdir. Qəsidə müəşşərat, onlar demək nə deməkdir onu bilmirəm. Zahirən ki, hər bəli 5 beytidən bir beyti olur, 10 qəsidədən bir qəsidəni bir vəzni xassıda aparır. Mən istəyirəm görüm ki, bunun əcəba bir adı, bir tarixi burada tapa bilirik. Aha, bəli. Kitab Əbdülməcid dövründə yazılıbdır. Bunu burada 20, kitaba sonralar nömrə vurublar səhifələrinə. Bayaqdan bunu axtarırdım, görmürdüm, amma indi 21 gördüm burada və bu birislərdə yoxdur. Yəni, bu 15 də burada var. Ehtimalən bu 11 olacaqdır. 9 olacaq. Bəli. Kitabın ən azından 7 vərağı düşübdür. Buradakı nömrə qoyublar. Bu nömrəyə əsasən kitabın ən azı 7 vərağı düşübdür. Yəni, əgər biz bunu 8-ci vəraq hesab eləsək, 7 vəraq düşübdür. Bu 9-cu vəraqdır. Bu 10-cu olacaqdır. 11-ci olacaqdır. Amma burada 15 yazıbdır. Burada bir məsələdir. Ehtimalən bu 10-dur. Bu 10 olsa, bu olar 9, bu olar 8, bu olar 7, bu olar 6. Amma burada 9 yazılıbdır. O da bir məsələdir. 6 ki, ən azından 5 vəraq düşüb burada. Bunlar nömrə qoyduqlarını hesablasaq. Bunun hangi səhifəsində gördük ki, Sultanı yazmışdı. İstirdim onu hesablayayım. O önəmlidir. Onun üzü ilə tarixi tapaq. Dər Təhniyyət Culusi Sultan 23-cü vəraqda cəlibdir ki, indi burada bəzi səhifələrdə görürük ki,
səfhələri də qoyublar. Yəni 21, 22, 23. Tamam, hər səfiyə nömrə qoyublar. Bəs beləsi olubdur. 23-cü burada yazaq. Kitabın adı Mənzuməyi Zehni. Fikir edirəm öncədən belə bir kitab oxumuşduq, amma dəqiq yadımda deyil. Cəlibdir, burada bir tarix kimi bir şey də yazıblar. 1269-u kitabın 23-cü səhifəsində və yəni bu nömrə ki vurublar onun üzü ilə və PDF-də 11-ci vərəqdə görürük. Kitabın adı bu oldu. Yazar ya şair yax şair daha yaxçıdır. Şair sözü çünki yazar ehtimalən nəsaxı olsun. Zehni adını kamil tapsaq yazarıq. Burada bir tarix qoyubdur 20 PDF-in kitabın 23-cü PDF-in 11-ci səhifəsində. Bu nə deməkdir? Onu oxumaq lazımdır. Görək bu şeir burada nə cür çıxardıblar. 1269, burada əlbəttə 1263 yazıblar. Burada da 1269-u təkrar eləyibdir bu şeiri də. Bu şeiri oxuyaq görək ki 23-cü kitabda 23-cü PDF-də 11-ci səfhədə sol tərəfdəki səfhənin, yəni A tərəfin 23-dür əlbəttə. Onun bir şeir tarixi olduğu üçün onu oxuyaq görək burada hangi tarixə düşür. Tolaşmaqdan mərami əndəlib bu həvalərdən pəyami qunç məqsudi almaqdır səbalərdən. Bu günlərdə qəbli dolaşmış xamiyə döndüm cəfalərdən. Bu günlər qəbli dolaşmış xamiyə döndüm cəfalərdən. Tamam. Xəlas olmaqlığım çün çəkdiyim zoru əzalərdən. Təvəssül eylədim təxlis damən çün bəlalərdən. Yazıb bu müxtəsər hərzi gətirdim müntəhalərdən. Təbərrük eylədim afaqə ərbabu vəfalərdən. Bu 4 tarixi aldım qalə həsbi macəralərdən. O 4 tarix bunlardır ibarətdən. Nə qanunlar yurdim Allahümmə bulur binəvalərdən. Bu sali halidə azurdə gördüm aşinalərdən. Hər ikisində 1269 yazıblar. Ehtimalən bunların biri, bu kəlmələrin biri bu talıq olacaq. Sali halı ehtimalən nə qanunlar yürüddüm ya yüddüm beləsi bir şey oxunacaqdır. Ehtimalən bunlar o əbcəd tarixi ilə tarixidir kitabı 1269. Edən cayi kəmalə zehniyi əhla hünər peyda. Cani kəmalənin üstünə əlamət qoyubdur. Bəllidir ki bu şey olacaqdır. 1267 buradan çıxır. Yəni biz əgər istəyək AI-dan istəyək ki sali halidə kəlməsinin əbcəd hesabı ilə çıxasın, hesablasın hangi ilə rast gəlir, o yaxşı olar. Bir də cayi kəmalə. Burada da 1269 özü yazıbdır. Sonra son beyti də yazıb ki kim etdiyi zöhdüyü bəhrisidə bəhri səhidə bir gühər peyda. Yenə burada ehtimalən peyda kəlməsi olsun orada ya da bilmirəm hangisi ola bilər. İndi görürəm ki bu
əlamətlər qoyubdu. Bunlar A, biraz uzun çəkmək üçün A səsini qoyubdu. Bunlar əlamət deyil ki, hangi kəlmədir. Gene burada 1269 yazıb. در تهنیت cülus Humayun, daha burada bilirik ki, kim hangi sultanın çağında yazıbdır. Ey cavan nوبخت نو طلعت فزای سلطنت، سروی گلزار خوش نو شوکت افزای سلطنت، زیور اورنج رونق بخش ملکی معدلت، آبزوی مملکت شهرت فزای مملکت سلطنت، آبروی مملکت شهرت فزای سلطنت، سرفراز آل عثمان پادشاه بحر و بر، آفتاب مکرمت زینت فزای سلطنت، احمد مرسل رویش عیسی روح الله نفس، احمد مرسل رویش عیسی روح الله نفس، ناصر دین مبین dövlət fəzai səltənət. O birisi Səfiyyə Getrux, yəni 24-də devam edir. Bəndegani dərgəhi darasının hər birləri, bir fəlatun hikmət fəzai səltənət, tac versin, keşver olsun hər tərəf ədadən ol, Şah-ı İskəndər həşəm ستوت فزای سلطنت، اعنی سلطان سلاطین زمان عبدالمجید گره عین üməm şah cahan Abdülmecid. İhtimalən bu hangi Abdülmeciddir onu əlbəttə bilmədik, vəli tarixi orada qoyduğu üçün, yazdığı üçün ihtimalən Sultan Abdülmecidin tarixi bəlli olacaq. Devam edəndə bir ayrı şeir yenə də sultanın haqqında yazıb, yenə bunu oxuyaq, görək ki, nə olur. Bir şəhənşah cavanbəxtdür ki, oldari heşəm, oldara heşəm, nəsl kəsra çakəri bir bəndəsi dara و cəm. زیب دیهم شهی کیخسروی اسکندر غلام، آفتابی اوج شوکت صاحبی سیف و قلم، تاجدار جد به جد شهزاده شاه جهان، پادشاه محترم سالار اقلیم کرم، نشر آفاق العلی صیت جلوس شهرتی، تازه جان بولدی عوالم دهردن رفع oldu غم، خطبخان منبر عرشی مجید oldu خطیب. احتمالاً خطبخان منبر عرش مجید oldu خطیب، نام شوکت artsa menda kim oldum urdi dem. Sure-i ruhsarının xatti Humayunine var, çilk qudretdədir ki çəkmiş səfheyi qutbə rəqəm. Sayi ədlində güllər xəndə dillər bir tərəf, əmn asayişdə keşveri xalqi səfada müxtənəm. Əni sultan سلاطین zaman Abdülmecid qurri eyni üməm şahı cahan Abdülmecid. Görürük ki, burada beləsi bir əlbəttə yenə bir ayrı şeir də gətirir. Mən istədim görüm ki, əcəba bu şeirin sultanın atasının adını gətirər. Seyf ədli ilə xuda ədayı məkhur eyləsin. Əskər mənsurəsin hər yerdə mənsur eyləsin. Aləmara aftab olduqca afaqi muhit, mehr ədli ənfis afaqi mə'mur eyləsin. Fərq aləmiyanə oldu sayi zilli zəlil, şax tuba ayəsin asibdən dur eyləsin. Günü roşən qıldı mir'at cəmali bə'd az in, روز ilə şəb توأم olsun tərk deycur eyləsin. Gecəsi qədri kəramətdür günü eydi bərat, qüvvə-i qudsiyyəsin afaqa mənşur eyləsin. Aləmin mişqatidir ol padişahi qutbidin, ömrünün məsbahi nuri əla nur eyləsin. Taxtgahı mədələtdə zat şövkət və esin,
şökətlisi ehtimalən şökət və ya isin nə deməkdir? Hər nəfəs məmnun edib, hər ləhzə məsrur eyləsin. Əni Sultan Səlatin Zaman Abdülməcid, Qurre-i Eyni Üməm Şahı Cahan Abdülməcid. Hala devam edir burada. Mən də oxumalıyam çünki istəyirəm buradan bir tarix çıxadaq. Zərrəsindən anlə olmuş ol şəmsün dirəxşan olduğun qətrədən idrac qıl dəryay ummən olduğun. Yəni sahib fikr ilə təsvir şahənşah bağ 18 salində 18 yəni 18 salində 7 iqlimə sultan olduğun. İndi burada bir nişan gətirdi ki 18 yaşında sultan olubdu Abdülməcid. Bunu tapa bilərik buradan. 18 salində 7 iqlimə sultan olduğun, dəst rəşki riş heyrətdə qalır bir irniyab, belə bir şey oxunur. Hülye-i pakindən anlar qutb dövran olduğun, həm şəhənşah, həm vəkili Həzrəti Peyğəmbəri, həm həmid و həm məcid و şah şاهان olduğun, daire madar tutmuşdur cəhani pərtüvi. Devam edirəm. Dəst rəşki riş heyrətdə qalır bi ərrinab. Ehtimalən beləsi oxunacaqdır. Hülye-i pakindən ağlar qutb dövran olduğun, anlar deməkdir əslində. Həm şəhənşah, həm vəkili Həzrəti Peyğəmbəri, həm həmidü, həm məcidü şah şahan olduğun, daire madar tutmuşdur cəhani pərtuvi, bildirir ol nur sati zilli yezdan olduğun. Bu müsəbbə bi səbəb olmazdı cari xamədən. Cilve pərdaz olməsə əyan bürhan olduğun. Eylədim ilham bəyanından bu tərcih bəndi bənd. Göstərib hər vəsilə, hər mədhidə şayan olduğun. Əni Sultan Səlatin Zaman Abdülməcid, Qurre-i Eyni Üməm, Qurre-i Eyni Üməm Şah Cahan Abdülməcid. Hala bu devam edir, yəni bu şeirin devamı vardı. Acaba bunu tapa bilsək ki, cəlibdir, bunu oxumalıyam, devam etməliyəm. Nöh təbaqi bizdə durru nefgzayi şökəti, ronaqzayi şökəti. Nöh təbaqi bizdə durru nöh təbaqi bizdə durriyo fəzai şökəti, ronaq fəzai şökəti. Pəs beləsi olacaqdır. Nöh təbaqi bizdədi ronaq fəzai şökəti, müstəvidir ərş gülbanc bəqai şökəti. Müntəhadə əşhəb şahan şükuhi bəslənür, sədrədə آلا و والای همای شوکتی. الاتوب اقبالینə aləm gəribanilə çərxə çıxdı zir و baladən duayı şökəti. Xürrəm oldu sərtəsər məhtələt iclasına aləmi delsir
lütf etdi لقای شوکتی. Anə düşsə çeşvərə, yəni şəb deycuridə, göstərir ayinəyi aləmnəmay şökəti. Tiğ cövhərdarını çalsın qəzəl almayədək, qızıl almayədək. Tiğ cövhərdarını çalsın qızıl almayədək. Mülk ədaya xaram etsin لوای شوکتی. اعلی سلطان سلاطین زمان عبدالمجید، گره عین امام شاه جهان عبدالمجید. باغ اوصافinde tün gülberc خندان سنگ. çاکری ذهنیده bir مرغ سرخوان سنن. رومیده bir مور احگر bir ضعیف ناتوان. لانه سازی پای اورنج سلیمانین senin. نام نامی همایونین ل دیوان eyledim. Yad edip eyyam addü şevketi şa'nün senin. Dediler خاک deri valaya takdim eyləsək. Baisi fəzlün olur tertib divanın senin. Kökəbi balatər olsun səb'i səyyarədən. Dəhri tutsun pərtövi mehri درخشانın senin. قبضه تسخیرینه alsın سراسر عالمی. ایشه کشورگشا طغرای فرمانın senin. Gülşen-i vesfi humayununda her dem مرغ دل. نظم روح افزا ile olmakta cüyanın senin. Ani sultan سلاطین zaman عبدالمجید، گره عین امام şah cahan عبدالمجید. Zahirən şeir burada, bu şeir burada qurtarır, amma sonra yenə də qəside-i şahanə در Sur-i Humayun. Ehtimalən belə bir şey yenə də vardı, bir dənə şeir vardı. Bunun son beytin əvvəlindən 2 beyt oxuram, sonra axirindən, çünki axirində bir önəmli bir şey gördüm. Bir sübhüdəm ki surdi səba badi pasini. Bir sübhüdəm ki sürdü səba bad pasini. Tüzdü xutəndə nafı çin bəha barhasini. Tə'tir qıldı ənfüs afaqi nükəti, yəni pəyam sur Humayun məhasini. Son 2 beytini oxuyaq. Açdı 3 beyt oxuyaq. Bu şəhsəvar ərsiyə ədl و dad. Kim saldı zəminə kəsra dad iddiasını. Açdı sepehri çövkəbə-i şən şوکتی. Geçdi sədai səltəndi cəm و basini. Sultan bər و بحر Məhmud xan kim dövründə kimsə etmədi cor iştikasını. Burada görürük ki, belə bir şeirinə devam etdi. Ehtimalən Məhmudun oğlu ola bilər. Sultan Məhmudun oğlu Sultan Abdülməcid ola bilər. Ehtimalən mənim təsəvvürümdə belə gəlir, amma daha bir ayrı şeir başlayır. Yəni ehtimalən bu şeirin davamıdır. Çox uzun bir şeir idi şahın haqqında. Son 2 beytin oxuram bu şeirin. Görsün ərəstur əyni təhsin eyləsin. Təhsil qılsın Asaf-ı Lokman rızasını. Mehri müniri mətləidir ovcu şökəti. Açsın həmişə mah qəbsi iltimasını. Zehni budar-ı səltənətin gün çərağıdır. Eylər həzar mehr ilə feyz iqtibasını. Burada yenə də hala demək olar ki, bu vəzn ilə bu şeiri, yəni iqtibasi sini vəzni ilə davam edir. Məhəmməd Əli Paşa kimdir? Bu da cəlibdir. Bunu da oxuyaq. Ehtimalən şahın vəzirlərindən olacaqdır. در ستایش والی مصر محمد علی پاشا، مصر پادشاه والisi. داور ایاد اولالی ارسده سیفی زفرون. ارسده سیفی زفرون. بوسجاه اولمده اسکندر دارای
Dərin ehtimalən dərik kimi yazılıbdır. Kərəm bir məkiyan tiğ məkarim hədərin çakəri xatəm الجود کفی کامورنگ زهی خاصیت خاک در اکسیر اتراک چیچیان بنده آزاده سید دادگرنگ oldu ayini İskəndəri bəhri nəzərin qıldı afaqı münəvvər dili roşən cöhərin zatün enmuzecidir xislet-i neu-i bəşərin didə-i aləmə göstərməyə Allah göstərməyə Allah kədərin. Belə bir şeir ilə davam edir. İndi bunun adını görün bir yerdə görsək. Bəzmi dəhrə dönəli saqi denil hökmün nəş'e-i bəxş eyləməgə canimi ərham cəmin canimi var cami cəmin ehtimalən beləsi oxunacaqdır. Bu buzmiyənə düşəli sayi lütfi himəmin unuduldi əsəri əsridəənduhi qəmin tutiyasın çəkəli çeşmi xaçu qədəmin misrə rəşki etmədə dür ab-ı həvasi irəmin çeşme-i xizri qudi zülmət abi kərəmin bizə də ənfüs afaqi nəsimin əmin ehtimalən bəzədi olacaqdır. Bizədi kimi yazılıbdır. Bizədi ənfəs afaqi nəsimin əmin zatun enmuzecidir xislet-i neu-i bəşərin didə-i aləmə göstərməyə Allah kədərin. Böyləsi bir şeir ilə davam edir, amma mən bunu görmədim ki, bunun adına görə bir şey görmürəm. Bu kitabın biz indi bu kitabın 15-ci PDF-də 15-ci səhifəsindəyik, amma kitabda 31-ci səhifədəyik. Kitab səhifələri çox gözəl görünür, yəni fiziki olaraq çox gözəl görünür. Mən bunu davam eləyim. Kitabın burada PDF göstərir ki, 141 səhifəsi var. Əgər qeysaq bir də fiziki vəziyyətə baxsaq, əvvəldə bir dənə əks qoyubdur, sonra 2 səhifələri qoyubdur, tamam beləsi desək. Bir də sonuna baxsaq bunun, sonunda 2 səhifə var. Pəs bunun 280 səfəlik bir kitabla qarşı-qarşıyayıq. Cildindən də əlbəttə əksi axırda salmayıbdır. Ona görə 281-dir, amma 280 ya 282 səhifəlik bir kitab olacaqdır. Bunu görürük. Mən bu kitabın üçün tarixi bizim şeyimizə gəlmədi. Aydan da istərik ki, onu oxusun. Son səfhəsində bir qırmızı yazıbdır 2 şeiri. Bunu oxuyaq görək bu nədir? Əlbəttə təkbeytiləri varmış bu kitabın axirində. Onları yazıb müfrədat. Müfrədatı var və müfrədatdan sonra bir tarix qoyubdur. 1264 ki, yenə də bu o kitabın başında yazıblar 1263, o da deyil. Burada 1264 yazıblar. Aşağıda, yəni indi bu son kitabın desək PDF-in 140-cı vərağında 2-ci sol vərağın A tərəfi orada bir qırmızı yazı ilə başlayır. 2 səfərlik bir qırmızı yazı. Bunu oxuyaq görək ki, bu nədir? Ehtimalən kitabın haqqında. Şüəra-i benamidən pərverdi ғموم روزگار xacıqan divan Humayunidən Bayburdi zehni. Adı bunun Bayburdi zehni olacaqdır. Mən bunu burada Bayburdi zehni Zad Erzurum iyalətində kain buyur Baybur
Bayburd nam qəsəbə əhalisindən olub. 30 tarixindən bir bərü nəqd ömrün kəmalə sərf eylə saye səniyye cənab mülukhanədə vüzərای izam xidmət kitabətlərində İsar zihn iqtidar edərək əla qudrətil bəşəriyyə əsrində fələk kəmalata rəis və fələk kitabətə sərcəlis bulunan zəvatun hüsnü himəm və feyzi qəvamləri ilə uruc məaric məzaya və nuzul mənazil ilm inşa ruyişindən gərərək انواع بلاغت استحلا و اصناف اشعار و مجازات یا مجارات برسو خونازاخته و تشبیهات مجازات و تشبیهات و مشبهات و لب و نشر مرتب و مشوش اصناف جمال و خط و خال خوبان بیاننده نزه قصائد و غزل استعمالی ل ترابزون والسی اسبق خزینه دارزاده عثمان پاشا نور الله قبره خدمت کتابتان رنده ایچن کتابتان رنده یا کتابتلرinde خدمت کتابتلرinde ایچن افندی مومی الahinin اشعار şəhrimiz zabanında ehtimalən beləsi bir şey olacaqdır. Çünki bu kəlməni eşikdə yazıblar. Bilmirəm ki, hangi kəlmənin davamıdır. Şəhrimiz görürdə hər lisanidə cadi etdikdən müşari ileyh əşarınızı cəm edigən asar olsun iradələri və vüquyinə məbni 55 tarixində cülus Humayun Məhabət Məqrun əsnasında mükəmməl divan tərtibinə müvəffəqiyyətlə müşari ileyhin tövsiyəsi ilə bab-ı aliyyəyə bir təqdim xacəlik rütbə-i cəliləsini haiz olduğu və şux təbiət və şirin məqal ədyab zürəfa və əshab ərbab zürəfa və əshab hünərdən 8 نو خط دست هنر پیوستنده burada bir şey yazıb mövcud idi. Trabzon və Erzurum həvalilərində təlim elm inşada neçə asar və təlamizi olduğu və bu həvalidə gərək gəşt güzar eylədiyi mədayin şəhərlərdə müqtəzai vəfacuyanı və mətanət və nəcmi məhbub olmaqla hər kəslə üns و ülfət mümtəzic xaki təbiət əli açıq iqbali احتمالاً اتاردی یا آزاردی و مستقیم الاتوار ایدی نهایت الامر چرخ دوار غدار ana dahi vefa etmeyip 277 senesi madde mah zilheccesi olduğu 17. günü Trabzon civarında defn xaçi atrnaç olmuştur. Nəvvərəllah qəbrəhu amin. İş bu asarini mütaliə buyurunlardan xeyirli dua ilə yad olu bu vəçilə mərhum məğfurun ruhini şad buyurmələri məsul və mütəmənnadır. 1284 tarixində bu yazılıbdır. Bunu gördük. İmzalayan da Məhəmməd adında bir adamdır. Sonralar əlbəttə bunu imzalayıbdır. Ehtimalən Məhəmməd adında bir şəxs bu mətni yazıbdır. Amma bunun ola bilər ki, bu kitabı nüsxəsidir. Hər halda burada bir neçə tarix gördük, amma şairin ölmək tarixini gördük. Bu bizə bir əlamətdir, amma
ChatGPT-dən xahiş eləyəcəyəm ki, bu tarixi bizə hesablasın ki, hangi sultanın zamanında bunu yazıbdır və hangi əlamətlərlə bunun dəqiq tarixini tapa bilərik ya yox, ona bizə köməklik eləsin. Bu kitab bizim standartımıza gəlmədiyi üçün bundan biraz oxuduq ki, fəqət görək hangi zamanda yazılıb və 40 dəqiqə buna vaxt sərf elədik. Gedək bir ayrı kitabımızı açaq, görək ki, açmışdıq əlbəttə. Görək ki, bu kitabın haqqında bizə İndi başqa bir kitab açaq, görək ki, bu Mənzumi Zehninin yanında ki, Bayburdi Zehni oldu. Bunun yanı sıra hangi kitab bizim əlimizə düşür ki, onu oxuyaq. Divan-ı Sabit deyə PDF-in başında dostlarımız yazıblar, bu kitabxanaya ilgi deyil. 1082-ci ildə, qəməri ilində 250 səhifədə deyir yazılıbdır. PDF göstərir ki, bu kitab 125 vəraqdır. Amma biz əvvəldə görürük ki, bunun bir səhifəsi hangi kitabxanada ili ehtimalən İstanbul olacaqdır. Əminyolu ehtimalən Əminönü ehtimalən ilçəsi və kitablığın adı oxuya bilmirəm bu nədir. Divan-ı Sabit yazıb burada ərəb əlifbası ilə və latin əlifba ilə yazıbdır. Dil türkcədir. Ədədi bir danadır. Burada bir şey taliklik belə yazıbdır, bilmirəm nə deməkdir və burada bir səhifə görürük kitabdan deyil. İkinci səhifədə, yəni buradan bir səhifə çıxdı, sonda da görürük belə bir səhifə varmı, yoxdur. Kitabın 125 səhifəsindən, yəni 250 vəraq, səhifə görsənəcəkdir, vəraqlardır, 125 vəraqdır. Bundan bir səhifəsinin çıxmalıyıq şeyə. Bu kitabın müərrifisinə ki, kitabxanadadır. Kitabın için görürük. Bu kitab əgər bu üstdəki olan tarix düz olsa, indi 1448-ci il deyirik, bundan çıxsaq 1082 366 il öncə bu kitab yazılmış ola bilər. Bunda üstdəki əlbəttə çağı Əbdülməcid idi, Sultan Əbdülməcid xan. İkinci kitabımızı açırıq, görək ki, dedik bu nədir? Kitabı açaq, biraz yekəldək, səhifəyə yerləşsin, tamam. Kitabın cildini açıbdır, biz görürük bir dənə kağız yapışdırıblar cildin içəri tərəfinə, onu görürük. Kitabın cırılması, köhnəlməsini görürük, kitab biraz köhnəlibdir. Əks əlbəttə elə salıblar ki, aşağıdan üstdən kamil səhifə görünmür, amma çürümağını görürük ki, səhifə qıraqları çürüyübdür. Birinci vərağın, dedik, cırılıb da onu yapışdırıblar. Birinci vəraqda bir Süleyman yazılıbdır. Bir də burada bir şey yazıb onu siliblər. Hacı Vəli Əfəndi. Burada bir şey görünür, amma bu nə deməkdir, onu bilmədik nədir. Burada iki dənə şeir görürük ən azından. Birinci səhifədə eyzən olanda şeirlər çox olacaqdır. 1, 2, 3, 4, 5, 6 dənə birinci vəraqda şeir görürük, kiçik-kiçik. Vərağın B tərəfində heç zat yoxdur. İkinci vəraq ki, kitabın əsli vərağı görsənir. Bunun üstündə bir imza var. Osmanlı dövründə raic olan imzalardan biridir. Və ondan sonra bu əsəri Sabit Əfəndi Əl-Mərhum və Ləvahir Sabit Əfəndi Ələm. İhtimalən bu Divan-ı Sabit Əfəndi adı yazaq. Divan-ı Sabit
Əfəndi Əl-Mərhum, ehtimalən Vəlvahiri Sabit Əfəndi, bilmirəm bu. Ehtimalən divan olacaq. Yenə bir ayrı şeylə, xəttinə, yəni nöqtəsiz yazıb ehtimalən, ya nə cür beləsi görünür. Aşağıda Süleymaniyyə kitabxanasının möhrün görürük. Süleymaniyyə kitabxanasının möhrün görürük və Dəmirbaş 5150 və sınıflama nömrəsi 811.216. Onun arxasında, yəni birinci vərağın, ikinci vərağın arxasında, yəni B tərəfində kitab başlanır. Kitabın əvvəlində bir Me'raciyyə yazılıbdır. Bir təzhib, çox bir sadə təzhib qoyublar. İki yerə bölüblər. Biri ehtimalən çöhrəyi ya surəti ya pəmbə rənginə güllər rəng olub və haşiyəsi də rəng olubdur. Bu kitabın ikinci vərağın B və üçüncü vərağın A tərəfi, ikinci vərağın B tərəfi, üçüncü vərağın A tərəfinin dövrələrinə bir çərçivə çəkilibdir. Neçə xəttinə və misrələrin də arasında 3 ya 4 millimetr aralıqla yenə də 2 dənə xətt çəkilibdir. Misrələri də bir-birindən ayırıbdır. Kitabın yazısı Me'raciyyə deyə yazılıbdır. Qıraq yazısı var, bir uzun qıraq yazısı var hər iki səfhədə. Kitabın bu çərçivəsi ya su gəlibdir, ya hər nədən dolayı xarab olubdur. Birinci A, B tərəfdə olan, yəni Me'raciyyə yazılan səhifədə. İndi burada kitabın üstünə səfhə qoyub özü, yəni nömrə qoyublar. O zaman latinlə ya da bu soralar, yəni buna vəraq qoyublar. Burada görürük ki, bu birinci vəraq imiş, Me'raciyyə yazılan yer A və B və buna bu birisi vərağa 2 yazıblar. Bu ikinci vəraq başlamaq deməkdir. Amma kitabın özü əski zaman yazıldığı üçün təqibiyyəsi var. Yəni kitabın B tərəfinin aşağısında və çərçivədən eşikdə, cədvəldən eşikdə o birisi səfhə hanki vəraq hanki kəlmə ilə başlayacaq onu yazıbdır. Bunu görürük. O birisi səfhələrə də baxanda, yəni indi 2B və 3A baxanda görürük ki, aynı cədvəllər şeirlərin başında var. Şeirin son beyti bir ayrı çərçivənin içində yazılıb ki, sağ və solunda bir mürəbbə boşdur. Ondan sonra davam edir. Bəzi yerlərdə bu bizə göstərir, bu yazı, yəni indi 3-cü A-da bizə göstərir ki, bu çərçivələr, bu cizgilər sonra çəkilib. Çünki görürük bəzi yerdə yazının qıraq, yazıya yetişibdir, yazı o çərçivəyə düşüb. Buna görə ki, yazıya xəsarət dəyməsin, o çərçivəni biraz boş qoyublar, o yazı orada görsənsin. Kitaba bu tərəfdə, yəni kitaba əlbəttə hər iki tərəfində su gəlibdir, kitaba su gəlibdir. Ona görə də yazılar biraz qatışıbdır. Bunu da biraz kiçildək ki, səfiyyə yerləşsin. Kitab su gəlibdir, biraz rəngi də hətta qatışıbdır, amma oxunur. Çox gözəl bir xətti var və kitab bəli, türkcədir, onu da gördük. Kitabın eşik tərəfindən su gəlibdir. Qıraq tərəfində də buracan, yəni 5-ci vərağın B tərəfinə can qıraq yazıları görürdük. İndi 6-cı vəraqdan yoxdur. Su da azalır 6-cı vəraqdan və beləsi davam edir. Bəzi başlıqları ya qırmızı xətti ilə yazıblar. Bəray mədihə əş-Şeyx Misr Əfəndi Qəddəsəllah Sirrəhul Əziz. Məsələn, bunu gördük. Ya Rəməzaniyyə bəray Məhəmməd Paşa Baltəci, belə bir şey yazılıbdır. Yenə 13B və 14A-da görürük ki, qıraq yazılar başlandı, davam edir və qıraq yazılar əcəba bunlar şeirdir, qıraq yazılar yoxsa bir ayrı bir şeydir, onu bilmirik. Təqibələr, yəni o son vəraqdakı fərağın əşyasındakılar da görürük ki, davam edir.
Kitabın 250 səhifəsi olduğu üçün biraz sürətlə gedirəm. İndi bir şeyə yetişdik. 28 A-da, kitabda deyirəm 28 A, PDF-də 30 görsənir. Qıraq çərçivə var, amma misrələri aramaq üçün çərçivə qoymayıblar. Hətta bu da görsədir, kitab yarımçıq qalıbdır bunun işləri. Hətta bu 27 B-də də aşağısı yarısı çərçivələr qoyulubdur. Şeirlərin başlığı, sonu ayrı cədvəllərdə yazılıbdır. Hətta burada bir tarix görürük. 1199 görürük, ya 90. Beləsi 95 də ola bilər. 1095. Mən bunu çox 1095-ə bənzədirəm. Ta 1099-a. Burada bir tarix görürük. Əlbəttə bir dənə də yazır ki, Tarixi Razi Əfəndi. Ehtimalən bu üstdəki şair hər kəs idi. Onun ölümünün tarixi olacaqdı. Bəli, adamlara tarix yazıbdı. Tarix bərayi Şeyx Arif onu yazıbdı. Tarix bərayi vəfat bərayi Məhmud Giray. تاریخ برای محمود گرای، تاریخ Razi Əfəndi برای vəfat. Ölümünə məsələn bu tarix qoyubdu 1118 məsələn qoyulub burada. Əcəba bu adam 1118-də kitab şey desə, adam ölmüşsə, mən bunu yekəldim görüm düz oxuram ya yox. Ola bilməz ki, kitabı 1082-də yazsın. Yəni ehtimalən bu PDF-çi dostlarımız ona tarix qoyublar, başda qələt qoyublar. Çünki burada 1118-i özü yazıbdır, filan kəs ölüb ona şeir deyibdir, onun ölüm tarixini. Hər halda fe'li halətdə bu kitabın tarixi deyil, bu ölənlərin tarixidir, yəni şeirlərin tarixidir. Kitabda 27-ci vərağın B tərəfində aşağıda görürük ki, o misrələri bir-birindən ayrılan çərçivələri cizməyibdir. Demək olar ki, kitab yarımçılıq qalıbdır. Buradan sonra da beləsi görürük, qıraq yazılar var, amma orta cədvəllər yoxdur. Daha burada gəlirik, görürük ki, hətta son beyt yoxdur və kitabın şeirin başlığı da yazılmır. Yəni kitabda 30 B-də görürük ki, şeirin başlığı da yazılmır. Bu da yenə mənim o teorimi ki, kitab yarımçılıq qalıbdır, bəzi işləri onu təyid edir. Hər halda kitab zahirən bu bölüm, yəni şeirin 32-ci A-da bu kitab qutarır və 32 B-də yeni hərf-i əliflə yeni başlanır ki, yenə buna bir təzhib ciziblər. Təzhib 2 bölümdən ibarətdir. Aşağı və kiçik bölümdə hərf-ül əlif deyə yazılıbdır. Üst bölümdə də bir yenə pənbə rəngi ilə gülləri rəhləyibdir. Bir minarə kimi, minarə deməyək, bir günbəz, məscid günbəzi kimi və üstündən də göyə gedən bir şeylər görürük. Eyni əvvəldəkinə taydır burası, fəqət əlif. Amma yenə burada şeirlərin dövrəsinə, yazıların dövrəsinə neçə xətt ilə cədvəl ya cizgi çəkiblər və şeirin başlığına və sonuna yer qoyublar. Əlbəttə başlığını görmürük, amma sonlarına iki misrəyi salıblar bir kadra, sağ və solu boşdur. Bu tüm şeirlərdə buradan bu üzə görünür. Əvvəlki səfhədə bir uzun qıraq yazı var ki, 1118 da orada oxunur. Qıraq yazıda oxunur, kitabın özündə yox. Və bu birisi xətlərdə də hüsn-i xət, nüsxə, ehtimalən burada bir nüsxədə, bir ayrı nüsxədə hüsn-i xət yazılmışmış bu kitabın içində. Burada onu qıraqda yazıb ki, bu şey olsun. Bəzən də burada cana kəlməsin, ya bəzi bir beyti də burada ehtimalən kitabın içindən götürüb qoyub bura. Yəni yaddan çıxmışmış, sonra yazıbdır. Bunları görürük. Kitabın burada 36-cı vərağın A tərəfi çox nəzərə gəlir ki, kəsifdir ya kirlənibdir, bilmirəm nədən dolayı.
Kitabın qıraqlarında su gəlməyi görürük hala. Kitabın ortasında da, şirazəsində də su gəlməyi burada daha rahat görürük. O birislərdə diqqət eləmirdim. Bunlarda cədvəllər çox mürəttəb davam edir. Yazı çox gözəldir, amma xətt dəyişir. Yəni bəzən xəttlər şeirdən şeirə, xəttin yazı formatı dəyişir. Mən fikir edirəm ki, bu kitabı görmüşdük öncədə. Oxumuşduq. Belə zehnimdə bir şey vardı bu modeldən, amma bəlkə bu bir başqa nüsxədir. Davam edirəm. Burada yenə də 199B və 100A-da 100B-də qıraq yazılar görürük. Amma əlbəttə bunlardan sonra da davamı var. Zahirən bəzi səhifələrdə qıraq yazılar da şeir olacaq. Mənə belə gəlir. Sonlarda müfrədatı görürük. Bir dənə təxmis vardı və kitab qurtarır. Kitabın son bölümündə acaba bir tarix buna tapa bilərik ya yox? O da bir məsələdir. Ən son səfhədə kitabxananın möhrünü görürük və bir ayrı xətt ilə ki, şairə heç ilgisi yoxdur. Bir şeirlər oradan-buradan götürüblər, yazıblar və ayrı. Burada da bir dənə bir şey yazılmışmış, ehtimalən kitab kimin əlindəymiş. Onu götürüblər, silməyə çalışıblar, amma mən görüm tapa bilirəm yox. Sahib Timar deyə bir şey yazılıbdı. Asir Molla. Asim Molla olacaq ehtimalən. Onu biraz oxuya bilirəm. Səma lütfün Teymur Hisarlüsün. Ehtimalən belə bir şey oxunur. Bunu kamil oxuya bilmədim və kitabın əlbəttə son vərağı bir dənə ayrı şeirdir yenə. Yenə də kitabın içi yazı ilə fərqlidir və ayrı adam neçə dənə şeir yazıb. Necə ki əvvəldə yazmışdı, axırda da yazıbdı. Kitabın əvvəlinə qeydirik. Bu birinci səfhədəki şeirlər yazıb bunlardan geçirik. Avcı ehtimalən ya Hacı Vəli oxumur. Hacı Vəli də ola bilər. Əfəndi bu səfhədəki olanları oxumuruq. Birinci səfhəyə gedək görək ki, Divan-ı Sabit Əfəndi nədir? Me'raciyyə. Me'raciyyədə görək ki, nələr var? Biz bunu oxuyaq. Xoşa Fərxundə əxtər Leyli mumtaz müstəsna ki ünvani bərat qədridir səri sure əsra şəfəq ruy ərus mehr pürgülgün. Burada əgər oxuya bilsəm bunu, şəfəq ruy ərus mehr pürgülgün tətəq. Acaba bu nə mənadır? Əsli ehtimalən baş tapmıram. Kəvakib caci verdi bi nəhayət köhəri yox olmadı. Kəvakib hacı verdi. Kəvakib hacı verdi bi nəhayət cöhər yekda. Hacı olmaz, amma o cür bir şey oxunacaqdır. Sacı verdi. Kəvacib sacı verdi bi nəhayət cöhər yekda. Nəhan etdikdə tub aftabi مهر پاز چرخ مهر پاز çarx ya mehr yazı çarx çıkardı hükkesinden 100,000 mehr beyza. Dəcül cirmi qəmər pürcuş olub bəhri siyah-ı şam, bəhri sepah da oxuna bilər. Bir altın pullu mahir təşri etdi mövci dərya. Bu beləsi bir şeirdir. Biraz xəttin oxumaqda zorluq çəkirəm. Bunun qırağında görüm nə yazıbdır.
قلم چین bülbüli dil کشنوای باغ معنادر. قلم چین bülbüli دلکشنوای باغ معنادر. ترنم ریز وصفی آصفی عهد زرین رادر. نه آصفی صف درر صفدر روز آزمایی عرصه هیجا. نه آصف صف درر روز آزمای عرصه هیجا. نه آصف سروری کشورگشای ملک کبرادر. نه آصف شهسوار تیغ باز عرصه مروی. نه آصف قهرمان هفت خان رزم و هیجادر. نه آصف devam edir beləsi bir şeirdir. Nəva əfruz son beytinə baxıram. Nəva əfruz nüsrət möhtəşəm مستور cəm hişmət nizam mülk و millət intizam dini dünyadır. İhtimalən bu adı üstə bir yerdə gəlib kamil, amma mən əgər bir də qeysəm نه آصف شهوار تیغ باز عرصه مردی. نه آصف قهرمان هفت خان رزم هیجادر. نه آصف خانمان سوز و دیار دشمن و دین کم. خدنگ آتشینی برگ جشتی عمر اعدادر. خدیو داد بیرا آصفی نه آصف خانمان سوز و دیار دشمن دین کم. خدنگ آتشینی برگ جشت عمر اعدادر. خدیو داد بیر آصفی صاحب دلی دانا. سزای جاه والادر صدر معلادر. نوا افروز نصرتی محتشم مستور cəm hişmət nizam mülk و millət intizam din dünyadır. Belə bir şeydir. Acaba devam edir ya yox? Bu birisi tərəfdə yox, devam etmir. Amma burada bir kitap kimi bir şey gördüm. Görək ki bu nə deməkdir? Mən bunun yəni birinci Me'raciyyənin ortasında ikinci vərəqdə A tərəfində bir kitap kəlməsi gördüm. Bunu oxuyaq görək nədir? Hərim خوابگاه مهر جویا خادم دوران. şəfəqdən çəkdi bir pərvazı لعلی پرh دیبا برج دیبا ehtimalən olsun. Üşübdür bir mənbər türremişkin giysuvan afet. Üşübdür bir siyah خار علی شوخ نازنین سیما. Üşüb ضبط ettiler tarih Mi'rac müəllayı midadümün ilə kitab divanxane məna. Pəs burada kitap dedim və divanın özünə görə olar, amma orada bir şey yazılmayıbdır. Acaba bu şiirin sonunda özünün adını yazar ya yox, ona bir baxaq. İmam sahib Kövsər, xətib laməkan mənbər, امان دهشت محشر زمان رحمت مولا رسول مجتبی احمدی نبی افضل و امجد حبیب حق محمد تاجدار افسر طاها. Şeir bir ayrısı devam edir. Çox uzun şeirlərdir bunlar. Və mən bunlarda fiilən ki şairin adını görmürəm, baxıram bu cürsə. Hala fiilən o Əhməd Mursəl, yəni Həzrət Peyğəmbərin haqqında bir şeir oxuyur, amma kitabda 5-ci vərəqin A tərəfində, amma PDF-də 7-ci vərəqdə, 2-ci vərəqdə
şairin adı gəlir. Yenə də bu peyğəmbərin haqqında idi, amma burada sonda belə yazıbdır. Mən bu son beyti, 2 beyti oxuyum. Birisi açtı Bismillah ilə xümsi mübarəkdir, ya xəmsi mübarəkdir. O şəb 10 neçə möhri nübüvvət eyləri ehda, xudavəndə şəfi'il müznəbina mərhəmət eylə. Xudavəndə şəfi'il müznəbina mərhəmət eylə. Sepehru برگلوچدür sabit aşufte və şeyda. Sabit kəlməsini qırmızıda yazıblar ki, yəni bu sabit özü aşufte və şeydadır və özü qulundur. Sepehru bir qulundur, sabit aşufte və şeyda. Burada şair öz adını yazıbdır, gördük. O birisi səhifələrdə çalışıram ki, görüm şairin adı var ya yox. Nə'ti şərifdir. Burada yox idi. Görək Nə'ti şərifdə var. Yenə də burada da görmədim. Bu birisi şeirdə də görmürəm. Umarım ki, bundan bir tarix tapaq ən azından. Görək burada. İn qəsidə در متن Şeyxülislam Feyzullah Əfəndi. Ya bir dənə qəsidə yazılıbdır. Bunu dedik ki, şairlər, nəssaxlar. Bu kitab tənsix olubdur. Yəni bir nəfər bir ayrı kitabın ya bir ayrı kitabların üzündən götürüb bunu yazıbdır. İndi ya bir böyük bir şəxsiyyətə yazıbdır, ya bir pullu adama yazıbdır. Bunlar yazarkən həm rəngi dəyişdirirlər ki, bəlli olsun bu yazan farsca, həm də dilin yazırlar. Farsca və qırmızıca yazıbdır ki, yəni bunu nəsx edir və şair deyil. Bu kitabda yenə də, bu şeirdə, bu qəsidə ki, Şeyxülislam Feyzullah Əfəndiyə yazıbdır, onun da sonunda öz adını işlədibdir. Sonundan bunun iki beytini oxuyaq. Kar edərsə ucul naz furuşə naləng. Sana bülbül bu fəslidə bu qədər kar olmaz. Harf atar sabiti tək bir o nə mənəzadə idi? Burada ama adı vardı. Bir həsəddən əda ehtimalən. Harf atar sabiti tək bir həsəddən əda lücce-i haşa xəs-u xaşaç ilə murdar olmaz. Belə bir şey özünün haqqında orada yazmışdı, adında qoymuşdu. Daha bir başqa şeirdə Sünbiliyə Nəzir, Sünbiliyə bir şairdir, ona bir nəzir yazıbdı. Sünbiliyə Nəzir baqi bəray Seyyid Feyzullah Əfəndi Əş-Şəhid. Bu Feyzullah Əfəndi ilə həman qabaqçı Feyzullah olacaqdı ki, Şeyxülislam o şəhid olubdu, öldürüblər. Ona bir Sünbiliyə yazıbdı. Çox bir ayrı şeiri görüb برای السید الشیخ عبدالقادر الجیلانی قدس سره العزیز. Bu şeirə də bir yazıbdır. Amma görürük ki, səhifələrin dediyimiz kimi şeyi var. Təqibiyyəsi vardı ki, o sonki vəraqda hangi kəlmə ilə başlayacaq, onları görürük. Mən baxıram ki, bəlkə bunlarda bir səbəb təlif و falan görürüm, amma əksərən bu tarix برای جامعه Türluli Ali Paşa در ترسانه و حمام. Ehtimalən bu adam Ali Paşa adında bir şəxs bir cami düzəldib, Mətilli Türlülü adında bir yerdə bir tərsanə, yəni
gəmi düzəldən və hamam düzəldibdi ehtimalən və məscid. Ehtimalən bunları düzəldibdi. Onun üçün burada bir şey yazıbdı. Şəfadihdir həva və ab həmmam Əli Paşa. Əli Paşa'ya gene bir hamamının haqqında bir şeir yazıbdı. Puldan ötürü də şairlərin bir çoxunun işi yoxdur. Onlar şeir deyərlər və pul alarlar. Bu kitabı bunlardan mənə gəlir ki, bu kitab bir görmüşük öncələrdən. Tarix bəray qəsri Beşiktaş haqqında bir tarixdir. Burada bir qəsr düzəldirmişlər. 1091 qoyubdur. Yenə də bu 1080 şeydən kitab çox sonra yazılıbdır. Bəray tarixi culusu Süleyman Xan. Süleyman Xan hangi Süleymandır? Buna culus yazıb. 1099'da yazıb. Əlbəttə yazıb ki, bunu oxuyaq. Səhər gəldi bir hüdhüdi xub mənzər فروهشته تعویض امید در بر گتردی بشارت ملکی سبادن müfərrəh havadis mübarək xəbərlər məzayası bu kim به توفیق باری جلوس etdi taxt şəhənşah davar hünərpişə Sultan Süleyman Sani دلیری معبد şücai müzəffər vücudi şərifinə olmuşdu müştaq gərək tac dara gərək taxt qeysər səadətlə taxta cülus eylədikdə onur mücəssəm uruhi müsəvvər uruh yazıbdı, ruh yazmayıbdı. Uruhi mücəssəm dedi sabita mülhimül qeyb mülhimül qeyb tarix maddəsidir ki, möcəmlə gərək bunu hesablayaq. Amma özü hesablayıb altında yazıbdı 1099. Culus etdi Sultan Süleyman digər. Burada görürük ki, bu kitab yazarkən bu kitabı, bu şeiri yazarkən Sultan Süleyman, indi hangi Sultan Süleymandır? 1099 imiş və bu şeiri yazılmış. Əlbəttə sonra Tazaşdan bir ayrı culus yazıb. Tarix bəray culusi Mustafa Xan. Yəni burada kitabı yazarkən neçə şahın haqqında yazıb. Yəni keçmişlərin haqqında yazır. Buna da tarix özü qoyub 1106. Bunu da gördük burada. Onu yəni şahın culus tarixini qoyubdur. Yəni bu kitab çox sonralar yazılıbdır. Onları yazır. Tarix bəray culusi Əhməd Xan. Əhməd Xan səltənətə oturmasına belə bir şey yazıbdır. 1115. Yazıb ki, Məhəmməd ümməti yekbarə beyət qıldı gördükdə bir səccah Əhməddən o qutbi müəllayı yazılsın ərşəyə ərşə sabit ayətəl kürsi ki bir tarix ayətəl kürsi ehtimalən bu maddi tarix olacaqdır. Yazılsın ərşə sabit ayətəl kürsi ki bir tarix culusi Xan Əhməd bəg co mütəyyib qıldı dünyanı. Bu da 1115'i buna qoyublar. Tarix bəray Çeşmi Vəzir Əli Paşa. Əli Paşa bir çeşmə düzəltmişmiş. Yenə ona bir tarix deyibdi. 1122'də yazıb onu. Yəni onun tarixi, o çeşmənin tarixi 1122'dir. Tarixi vilayəti Sultan Məhmud Xan. Sultan Məhmud Xan doğan tarixə bir şeir deyibdi. Ona deyibdi ki, sabit nə əcəb zivər taci fələk olsa tarix sərəfraziyə gülxəncəyi darang. Gülğunçə kəlməsi tarix əfzari ki gülğunçəyi darang. 1108'i də burada buna yazıbdır. O birisi kimdir? Tarix bəray Ləhiyyə Cədid. Ləhiyyə nə deməkdir bilmirəm, amma bu növdəmidə xəttuq dilgüşə deydim tarix yazıldı lohi cəmali xutut reyhani. 1118 burada yenə yazılıbdır. Bəllidir ki,
Bu şair bir iddə hadisələrə şahid olubdu ya da eşidibdi. Onlara hərəsinə bir şey yazır və tarixlərini qoyur. Gözəl bir işli tarix üçün çox. Sultan Mahmud xanın tarixi, Sultan Mahmud xanı oxuduq. Burada bir ayrı bir şey yazıb. Bu nədir? Çeşmənin tarixini yazıbdı 1117. Qit'e bərai xətti Osman Çələbi. Osman Çələbi üçün bir tarix yazıbdı. Tarix bərai qəsri Valara ya Dilara. Qəsri Dilara ehtimalən olacaqdı. Buna bir tarix yazıb ki, bu hangi tarixdə düzəlibdi, amma mən tarixini görmədim. Yəni ehtimalən bunu yazmayıblar. Ədədinə mən ədədə baxırdım. Gülşəni dəhrün sanisini gördüm dersə, etimad etmədikə nərgüstə hol peyda edər ya pidadır. Dedi, sabit gibi təbrikə gələnlər tarix. Dedi, sabit gibi təbrikə gələnlər tarix. Barəkallah, bu gözəl qəsr cənnan asadır. Burada belə bir tarix bərai Şeyx Arif. Şeyx Arif haqqında bir adama 1107-də bir tarix deyibdi. Tarixi vəfat bərai Məhmud Giray. Bunun da tarixi 1099'dur. Tarixi Razi Əfəndi bərai vəfat. Bunun ölümünə qoyub 1118'i. Görürsünüz, şeirlərin dalı qabaqlığı göstərir ki, bu tarixlərə şahid olmayıbdı bir çoxuna. Bəlkə eşidibdi. Əlbəttə, ola bilər ki, öz dövrəsi də olsun. Çünki pul alır, ehtimal verirəm. Bu bölümün sonlarına yetişdik. Gəldik bunun sonuna görək ki, acaba burada bir şey yazıb ya yox. Uzun bir şeir idi bu. Başlığı da bəlli deyil. Çox uzun bir şeir idi. Yəni 1, 2, 3, 4, 5, 4 vəraqlıq bir şeir idi. Yəni əgər bunu hesablasaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19. 19 hər səfədə 19 dana beyt vardı. 2 səfə kamil 19'dur. Biri burada deyək 2 dana burada yazılsa, bir dana burada. O yerində 2 dana. Bu 17'dir. 19, 19 o da 17. Artı bu birisi səhifədə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 səfədə burada. 9 beyti də burada. Bir uzun beytidir. Yəni bunlardan ibarət cəm eləmək olar. Əlbəttə ikinci burada bir şey yazıbdır. Burada bir şeir yazıb, tarix yazıb, amma ikinci dəftər deyə geçir elə bil. İkinci dəftərdə təşrifinə tarixidir sabit. Yenə Sadiq Əfəndi sübh asa gedi fətvayı. Ceydi fətvayı. Belə bir şeir. Bu qıraqdaşılar da şairin şeirləridir. Yenə yazılıbdır. Bu da bəlli olur. Kitabın acaba buradan biraz oxusaq nə olar? Məsələn, son şeirdən bir neçə beyt oxuyaq, görək ki, nə olur. Dəruni hücre-i tarikdə tək u tənha Anisi vəsvəsə yar səmimi vəhşət u bim. Olursa, ortadan oxuram, axirdən bir 10 beyti zad oxuram. Olursa kimsə bölünməz, ölürsə kimsə bölünməz, məgər ki quzğun olub. İmam var gune, nəsr ruzigar ləyim. Əyad kar kimin sün'i var ki bir gərrə, vəliyyün ni'məti əhvalı etmək təfhim. Yədi inayətü lütfi ilə qadir rəddisini, həkimi ədlini eysən
bu emreden tahkim, gumaş çargah zامدن نه اتسع eder sariri قلم زرکشی دجلمی قسیم احتمالا orayı lütfi bilirsen dua umurin gör به وفق آب قدیم سخنوران فهیم احتمالا به وفق آب olmayacaqdı. به وفق دعب قدیم و سخنوران فهیم نتکی حسن نظرlə müdəbbirان بهار مصالح چمن اده رشک در نظیم جناب صدر معظم lə şeyx İslami müəbbəd eyliyə mərkəzlərində hayy qədim mudam rahat xalq xudayı istərlər mudam rahat xalq xudayı istərlər araha eyliyə şəfəqətlər Rəbbi İraha eyliyə şəfəqətlər Rəbbi Rəhim gözəl cəmallərin şəbnəmi füyuz əzəl gülü behişt gibi edə xəndərizi vəsim ola bilər. Misal şir و şəkər hüsn imtizaçləri ola məzaq dehi can دوستان səmim mühiblərinə mübədi səbab باغ nəim ədulərinə müxəllədi əzab dağ cəhim. Kitap burada birinci bölümü qurtarır, ikinci bölümü başlayır. İkinci bölümün aşağısında qıraq yazının qırağında aşağıda 1118 tarixini görürük. Hərfi əliflə başlayır, amma mən mətni oxumuram çünki eşikdəkində bir tarix var. İstəyirəm o tarix görüm ki, nədir? Kəmal hüsn səbki heyrət əfza olubdur. فلاطونیدن تماشا etsə توبدن عقل olur مسلوب قماشی زرد فامی biriki çıkmış saraserdir قماش زرد فامی biriki çıkmış saraserdir acab mi telli diba tubi gibi olsa şehri aşub miyanında görənlər xəncəri timsalini miyanində görənlər xəncəri timsalini verərlər toqunmuş xəncərin xarayı gülrəngi giyib bir xub verərlər bu tubə lوح سیمینin səhərdən qunduq etsinlər təkərlük mah ilə xurşiddən olsun budur məndub ehtimalən məndub olacaqdır. Əgər ağız uti mətlub isə əfvah aləmdə münasib olmaz əlasinə xətt ləbi məhbub. Bunu baş tapmadım nə deməkdir, oxuya da bilmədim, qatışıbdır. Yorluq gələ mehri fələk cəbanidən əmma yuvarlaq da ola, yox, yuraq gələ mehri fələk cəbanidi əmma fələkdə gül gibi qızmışki ilə olmasa məyub misalın qalibi imkanı əfraq etməmişlərdir. Misalın qalibi imkanı əfraq etməmişlərdir. Bədii tərzi məqbul təbayi nadir üslub. Boynum əyildi, o qədər kitabı əyilirəm, belə oxuyuram ki, boynum vaqəən çox ağrıdı. Görən sabit gibi bu qalibə səbc etdi tarixin.
Burada kəlmə silinibdir. Əgər eləyə bilsəm oxuya biləm, çox yaxşı olar. Görən sabit gibi bu galibi səbcə etdi tarixin, durulmuş bin yaba bir bağ edib dürbüz yiba bəha tub. Nə mənə oxuya bilmədim bu beyt son misrəyi. 1118 hər halda burada yazılıbdır. Onu gördük. Boynum da çox ağrıdı. O qədər şəds tutdum ki. Bu kitabları əldə tutub oxumaq çox rahatdır. Çünki kitabı çevirə bilərsən, düz baxa bilərsən. Yəni bir çox imkan verir kitabın özünü görmək. Amma burada bizə o imkan yoxdur. Hər tərəfə də çevirsək aynı müşkül var. Bu birinci hərfüllamla başlayan şeirdən görək biraz oxuyaq. Həmd spas و minnət o sultanə ibtida توفیق verdi bəndəyə divanə ibtida دیباچه سخنده مناسب eyləsəm اسم cəlal zat ilə ünvanə ibtida Allah Rabbena əhədün la şərikə ləh ünvan budur səhifə divanə ibtida ol padişah ki bir quluna istəsə verir bu şeş cəhati altıyı bir danə ibtida altılı bir danə ibtida sabit bu pənc bin qulub zad axirət sabit bu pənc bin qulubi zad axirət xums mübarək ilə edər xanə ibtida. Devam edirəm bu şeirdən biraz görüm ki ne olur. Orada öz adını yazmışdı. Adın qırmızı yazır şairin. Canım ol naz bir əfraşdə dildarə fəda. Canım ol naz bər əfraşdə dildarə fəda. Yəni məhbub xuda Əhməd Muxtarə fəda. Nəfxi xəlqünün əttar bilür qiymətini. Bilür ehtimalən. Nəfxi xəlqünün əttar bilür qiymətini şəmməsin aldı edib təbliğ bazara fəda tar şikənini mənsur cəmalındır müzayidi tar mişkinini mənsur bu kəlmə orada da yazılmışdı. Əvvəldə də belə yazılmışdı. Oxuya bilmədim. Cəmal oxumuşdum. Yenə də Cəmal oxunuram, amma nəzərimə gəlir. Tar-ı meşkinini mənsur cəmalün ya səmalündür. Mənsur cəmalündür. Məzi göndərməz səmalündür. Fəridi. Şəhni eşki Cində aynı kəlmə, aynı cür yazılır. Ehtimalən do ola bilər. Dalındır. Salündür di edib darə fəda. Bu tapmadım. Şəhni eşqi cəmalündür dedi. Cəmalündür di edib darə fəda. Çün nəsimi ədəbi şər'ə müxalif etdi. Burada Həzrəti Nəsimiyə işarə edir. Çün Nəsimi ədəbi şər'ə müxalif etdi. Lacərəm pustini aldırdı. Edib parə fəda. Ya da narə fəda. Burada Həzrəti Nəsimiyə bir tənqidli toxunur. Çün Nəsimi ədəbi şər'ə müxalif etdi. Lacərəm pustini aldırdı. Edib parə fəda, yarə fəda. O nöqtəsi yoxdur. Cam-ı lə'lündən umar feyzi şəfaət sabit qoya bir kase-i kəvsər o günəhkarə fəda. Belə bir şeir ilə gəldik bura. Gedək bunun bu son bölümü çox da uzundur. Yəni birinci bölüm PDF-də 35 vərəq görsənir. 34 vərəq əslində görsənir.
ikinci bölüm uzun bölüm, ikinci bölüm olacaqdı. 95 ya 90 vəraqlıq bir, yəni 180 vəraqlıq bir bölümdür, ikinci bölüm. Ki əlbəttə burada bilmirik ki necə, amma hər 10 səhifədən bir dana qəzəlini oxuyacağam. Gedirəm indi 10 səhifədən yox, 10 vəraqdan bir. 45-də görək ki, hangi bir şeirin oxumağa çalışaq. Alıb ağuş məramə yarıb ram etməkdə güc. Alıb ağuş məramə yarı ram etməkdə güc. Şam-ı qəmdə yarsız əzm məram etməkdə güc. Payi xeyr ilə nakamlıq əmri əsir. Payi xeyr ilə ya da payi xusran ilə ehtimalən. Payi xusran ilə nakamlıq əmri əsir. Mayi irfan ilə təhsil kam etməkdə güc. Şübhəsiz nanpare xuşkə qənaət mümtəni. Arzuyi nəfs ilə meyl haram etməkdə güc. Gərçə hüküm ozainə səbr eyləmək düşvardır. Gərçə hüküm ozainə səbr eyləmək düşvardır. Kam üçün gərdunə əmma iltiyam etməkdə güc. Sabita dildadə çox yar olduğu üçün neyləsin? Cümlənin itmam karın iltizam etməkdə güc. Gedək indi bir 10 vəraq sonra 55-ci vəraqdan bir qəzəli oxuyaq. Bir yar üçün əğyara təvəlla nə bəladır. Bir yar üçün əğyara təvəlla nə bəladır. Bir yar üçün əğyara təvəlla nə bəladır. Bir sıhhət üçün dərdə müdava nə bəladır. Dəndان səbi gibi nə bitməz işimiz var. Dəndان səbi gibi nə bitməz işimiz var. Bir lüqmə üçün xəlqə təmənna nə bəladır. Sıhhət kimi bimar qəmə kəc gəlir ah. Öldürdü bizi naz ətibba nə bəladır. Bəhr əmmə yetişdir, beyramə yetişdir diyu fətvası yari. Zeydətün, zübdətün diyu ömrə təqaza nə bəladır. Zeydətək diyu, zeydətək diyu əmrə təqaza nə bəladır. Ya da ömrüvə təqaza nə bəladır. Hər tar nəsimində rəhi fitnə nümayan. Kafirdən fərəngi demiyə diba nə bəladır. Çün əbruy əmvacı ilə fürqətə ima. Adi batacaq mocli xara nə bəladır. Sabit bizə ənfas hesab üzrə verərlər. Bir müftü dəvaq yox. Bu buğa nə bəladır. Beləsi bir şeir olacaqdır. Gedək 65-ci vəraqdan görək ki, hangi beyti oxumaq, hangi qəzəli oxuya bilərik. Məhcubdur olğunçəyə adab açılmaz. Məhcubdur olğunçəyə adab açılmaz.
ta öpmeyecek ağzını şabaşab açılmaz. Ağyar qəfasından iken vesle mahal yok. Ardında ferengi olacak bab açılmaz. Şerhi dil için her kapıdan geçe söz açıktı açadak. Şerhi dil için her kapıdan geçe sevar çıdık. Yok. Şerhi dil için her kapıdan gece söz açtık. Şerhi dil için her kapıdan gece söz açtık. Var mensed der bari o bitab açılmaz. Varımızsa derbare o bitab açılmaz. Madam ki bir cahile olgunseyi kapanmaz. Sübhüde gel xahişi mehbab atılmaz. Sübhüde gül xahişi mehbab atılmaz. Sabit uyumuşmuşam tutalım yarındır son. Sabit uyumuşmuşam tutalım yarındır son. Gaflette kalır dide purxab açılmaz. Gedaq səfə 75 PDF-də görək ki, PDF-də hangi şeir var? Hərf ta'da əvvəlinci şeiri oxuyaq. Hərf ət-ta dəstəli teynə. زین ادی کاغذ روخ مایه سیاه خط زین ادی کاغذی روخ یاری سیاه خط منشور ömrü خضر olan padişah خط جان علیله yazdı bir rayeti şefa خواه الغبار حباب نوشین خواه خط. Mən bunu ehtimal verirəm ki, ikinci beyti yaxşı oxumadım, biraz yekəldim. Xah ola غبار şarib nuşin خواه خط خط siyah külle-i aşık neşum imiş. خط siyah külle-i aşık neşum imiş ki zülf yar başına derdü oldu. Cah خط çəkməzdi غمی چشیده ابروی نازدن چکمزد غم چشیده ابروی نازدن çektirmeseydi aşık miskine ah خط yazdı kitab رونق hüsn خط şikast sabit acab mi olsa eğer üzrxah خط. İhtimalen şairin xətti çox gözəl değilmiş, amma biz burada çox gözəl görürük. Buna görə ki, bu xətti yazan şair değil, bəlkə nəssah ya o adam da kitabın şeirin üzündən yazıbdır. Kitabın 83-cü vərağında bir şeir görürəm. Bunun ehtimalən əvvəli o birisi vəraqda olacaqdır. Yəni 82 B-də olacaqdır. Oradan başlayaq, biraz oxuyaq. Çox uzun şeirdir, amma birazını oxuyaq. Misal cuy çəmənzarə ağmasqım gərək. Misal cuy çəmənzarə ağmasqım gərək. Şu bəhr ahzər ləngər bırakmasqım gərək. Bırakmasqım gərək. Yem sefiden bir taze qıc lündi soğub. Səfinə başına fanusun yakmasqım gərək. Müqeyyed olma temaşayı mütləq eyləyəlim. Cəmal məəniyə surətdə
Baxmasqım gərək. Taza bir feilidir. Mən bu oxuya bilmirəm. Çox zordur mənə. Fələkdən inmədi zənbilə halə ilə umah. Hilal yekşəbəbəş qolub taqmasqım gərək. Yer taş attık, bir taş attık amgerir bizim külahimize. Bir taş attık amger bizim külahimize. Sengi emameki mecliste qaqmasqım gerek. Remad himmet merdane sabita hazır. Şu şem'i yakmağa bir kere çakmasqım gerek. Burada bu şeir qurtardı. Ben deyirdim ki o birisine devam edəcək, amma o cür deyilmiş. Gedək görək ki 95-ci vərəqdə PDF-də hangi şeiri oxumağa çalışaq. Bir şeir var burada uzundur, amma oxumağa çalışaq. Döksə gülü yerəndə meyi ərğavansə bu, şeytan əfəndisiyle buğazı dürhamansə bu. Şeytan əfəndisiyle buğazı dürhamanca. Şeytanı çox cəlib yazıbdır. Yazı olaraq şeytanı yazıb, şeytanunu üstdən tərsə yazıbdır. Ta və əlifin üstündə. Elə bir ki, başı üstə düşür yerə şeytanın içindəki o nun və nöqtəsi elə bir ki, üstdən düşür şeytanın üstünə. Çox cəlib bir imla gördüm bunu. Fanus çeşişan tutmay şoq olub. Yaktıkça məşəlimi ateşfişan səbu. Bentül inəbi olunca dərunində cilvəgər. Qız qülləsi gibi giyinir ol zaman səbu. Olduqca bir ərəq jiveyi bir dağı dürhaman. Cilve ilə əhli nərm eder şaman səbu. Ağzı qomər müsahibdir bəzmi badədən. Ağzı qomər müsahibidir bəzmi badədən. Hər qunçə fəmi cəvanə olur həmzəban səbu. Düyü həzar gəşti. Gedək bir ayrı yerdən. Əslində kitabı istəyirəm qurtaraq. Amma belə görünüş qurtarmayacaqdır. Gedirəm 105-ci səhifədən bir kiçik. 105-ci vərəqdən PDF-də əlbəttə bir şeiri oxuram. Hərfi ba ilə başlayır. Bunu oxumağa hərfül ya, ehtimalən hərfül yadır, ba deyil. O səhiqət düşürdüm gecə gayət məxfi. Üstünə düşdüm edib xahişi vəslət məxfi. Göftücüyü nicəhə vaqif olunca əxyar. Geçdi qəmzi bilə aradən neçə halət məxfi. Zərb şəmşir tənha dən rəfi'i oldur. Tamam, buranı oxumayaq, gedək bir ayrı şeirə baxaq. Havai əbr bəharun nəmi müttər ismi. Məttər də ola bilər. Havai əbr bəharun nəmi məttər ismi. Geyürdi şahid gülzarə bir su dibası. Qoyuldu aləm ayə hədiqə hüsnün. Qoyuldu aləmə ayə
şayət qoyuldu aləm abə həqiqi hüsnün suyunda dərinə hər nonəhal zibaسی قماش gül به حق etmez çeşmi bülbülden قماش gül به حق etmezdi çeşmi bülbülden bütün bölünməsə o əmani üzərə təmğasi bütün bölünməsə o əmani üzərə təmğasi nə xub tellidir ruxsari عروس گلی سرشک bülbül olup rengi çehre pirasi ceride gül sedberc seneme caminün çemen çemen okunur Yusuf Züleyxası hava bu oxuya bilmədim. Bəzi yerləri vaxtən zora düşürəm oxumağı. Çox zor olur. Amma umarım ki şey eləyə bilsin, bunu tapsın və bizə desin. Kitabın gedirəm ən son vəraqından biraz oxuyayım. Bu sonu görək ki nədir və qutaraq bu günü. Kitabın ən sonunda, yəni 121 ada görək ki nə yazıbdır. Əlbəttə biraz da xətt değişibdir, biraz da rəngi qatışıbdır, amma oldu yenə bu şəhridə yenə bərvanə burun. Burun əmma ki əcəb əcibə mərdanə burun. Qəbalikdən görən ani sərin parça sanır. Qəbalikdən görən, qabaqlıqdan yəni etmə. Qəbalikdən görən ani sərin parça sanır. Qərə zəncirə əgər əzm edə ümmanə burun. Çuxa yoxundan. Çuxa yoxundan ana bir qılf etsin bida ya peyda. Bida. Qızarıb tutmaya başgül yaşgül badıncanə burun. Gecə məclisdə xətai birisi yaranın. Gecə məclisdə xətai birisi yaranın osuracaq qoxusun aldı zərifanə burun. O burunla burun bir daxi yaran burni. O burunla burun bir daxi yaran burni. Axirlərdə çox biraz açıq yazıbdır. Caiz anınla dokuşmuş burada hələ xəsmanə burun. Burnunu mət edəcək döndü həllac toqmağına. Adam tərəfin burnuna şeir yazıbdır. Burnunu mət edəcək döndü həllac toqmağına. Yay kirişi gibi pat pat ötürü əmmanə burun. Əmmanə burun. Kitab burada qutarır və PDF-dən soruşaq görək ki, PDF deyirəm. Kitabın son 2 səhifəsi, 4 səhifəsi var əslində PDF-də. 4 səhifə deyək də, 2 vərağı var. Bunların biri cildidir, biri cildə yapışan cildin o qarşısındakı səhifədə orada bir ayrı adam şeir yazıbdır. 1, 2, 3, 4. 4 dənə ən azından şeir yazıb. Ehtimalən Şərəfi ya Şərqi adında bir şairin şeiridir. Bir vəraq burada boşdur, yenə təqribən üstündə əlbəttə sahib yazılıbdır. Burada kitabxananın möhrü vurub və 3 dənə də şeir burada yazılıbdır. Hər halda bu qədər getdi, amma mən istəyirəm ki, qurtarmamışdan bir Cimnaydan və şeydən soruşum, yəni ChatGPT-dən soruşum ki, bu kitabın oxuduğumuz şeirləri
və bildik ki, yazar Sabit Əfəndidir. Divan-ı Sabit Əfəndidən oxuduq. Bu kitabın hangi tarixdə yazılıb? Bundan çoxlu nüsxə varmı, yoxmu? Haralarda var? Hangi məmləkətlərdə, ya hangi kitablarda, kitabxanalarda bu nüsxə var? Əcəba bu nüsxənin üzərində elmi araşdırma, dil araşdırması olubdu, olmayıbdı? Türk dünyasında və qeyri-Türk dünyasında tanınırmı, tanınmırmı? Bunun üzərində bir elmi məqalə yazılıb ya yox? Bu da bizim kitabımızın bu günləri beləliklə qutarsın. Əziz və hörmətli dostlar, kitabı biraz oxumaq çox zor idi. Mən də çox qələt oxudum orada burada. Amma hər halda bir dənə yazarımızla tanış olduq. Tənzi var, filanı var, bəhmanı vardı. İnsanlara hətta nəzərimə gəlir təhdid elirmiş ki, pul verməsələr onları məsxərə elirmiş. Burada axirdə gördük bir adamın burnun məsxərə edibdi. Mən bu burnu oxuyanda və bir ayrı şeir oxuyanda gördüm ki, bunu oxumuşuq öncədən, amma bu gün də oxuduq. Hər halda belə oldu və bu günü beləliklə qutaraq, İnşallah Allah ömür verirsə bir ayrı gün türklərin yazdıqları mədəniyyətlərdən, düşüncələrdən, anlayışlardan, toplum olsun, toplum haqqında olsun, yoxsa şəxsi duyğuları olsun, yoxsa fəlsəfə haqqında, ya ulum haqqında yazılan kitablardan biri ilə tanış olarıq. Hələlik sağ qalın.